Salam, hər vaxtınız xeyir olsun Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugünkü verilişimizin mövzusu retro avtomobillərdə olacaq və buna görə verilişimizə avtoekspert Mirzə bəyə dəvət eləmişik. Salam Mirzə bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük. İlk sualımız bundan ibarətdir ki, düzdür, bu mövzuda çox danışa bilərik, çox geniş mövzudur. Amma ən çox ünvanlanan və hamıya maraqlı olan bir suallar var, onlardan sizə istəyirəm verim. Bir çoxlarına maraqlı olan sualdır ki, bu, əvvəlki avtomobillərdə demək olar ki, mühərriklər böyük həcmdə olurdu. Amma son dövrdəki avtomobillər daha kiçik həcmdə olur. Amma müqayisə eləyəndə onların at gücü kimi adlandırılan, yəni at gücü kimi deyilir. At gücü retro avtomobillərin və yaxud da köhnə avtomobillərin at gücündən daha çox olur. Bu yaxşıdırmı, pisdirmi və yaxud da mənfi cəhət nədən ibarətdir, yaxşı cəhətlər nədən ibarətdir? Bununla bağlı bizə məlumat versəniz daha xoş olar. Çox sağ olun, mənə verilişdə dəvət elədiyiniz üçün. Tamaşaçılarımızı da bu arada salamlayıram. Və qaldı ki, sualımıza ünvanladığımız mövzu ilə bağlı qlobal bir mövzudur bu. Retro avtomobillərdə ümumiyyətlə avtomobilin özünün çəkisinə uyğun mühərrikin həcmini balaca qoysalar, mən belə güman edirəm ki, həmin çəkiyə uyğun at gücünü bərpa eləmək mümkün deyil. Və ona görə də həmin çəkiyə uyğun detal hissəsindəki nə qədər ağırlıq olsa, mühərrikin həcmin ona uyğun biraz çox qoyurlar ki, həmin at gücünü ala bilsinlər. Amma yeni nəsil komplektasiya olan avtomobillərdə həm komplektasiya baxımından üstündür, həm dinamiklik baxımından üstündür və nəticədə mühərrikimizin detal hissələrində əlavə mühərrikimizdə çəki olmasın deyə həm çəki barəsində ekonomiya eləyiblər. Digər mühərriklərdə, retro avtomobillərdə, məsəl üçün gördüyünüz kimi bu avtomobildə 5 mühərriklə təchiz olunur və 200 at gücüdür. Həmin 200 at gücünü bizdə mühərriklərdə, köhnə retro avtomobillərdə əlavə aqreqat olaraq heç bir quraşdırıcı yoxdur və yeni nəsil komplektasiyalı mühərriklərdə isə həmin at gücünü bərpa etmək üçün turbin sistemi yerləşdiriblər. Dövriyyə sayına uyğun olaraq yüksək dövriyyə sayı əldə edə ki, həmin dövriyyə sayda nə qədər yüksək olarsa, bir çox sürücülərimizə bu kursiyaş vremiya deyirlər buna, dövriyyə sayı üstünlüyü nə qədər kəsb edərsə, həmin mühərrikdə at gücü və dinamiklik hərəkətləri, manevru daha üstünlük kəsb edir. Əgər sürücü istəyir ki, avtomobil idarə eləsin, alıb turbo mühərrik. Burada hansı məqamlar var ki, sürücü ona diqqət eləməlidir ki, zamanla bu turbo mühərriklərdə problem yaranmasın. Yəni, xüsusi bunun qayğısı, xüsusi qaydaları varmı? Yəni, sürücü onları bilməlidirmi? Belə bir sual verim sizə. Ümumiyyətlə, mən belə qeyd eləmək istərdim ki, mühərrikimizin hər hansı bir istismar müddəti zamanı, istismardan əvvəl öncə bitmiş ehtiyat hissələri ki var ki, bunlara əyləc bəndlərini, mühərrikin yağını, sürətlər qutusunun yağını, əyləc mayələrini və soyuducu mayələri misal çəkmək olar ki, həmçinin də yağ filtri və hava filtrləri də önəm daşıyır. Mən belə qeyd etmək istərdim ki, turbonun uzun ömürlü olmağı üçün hər dəfə mühərrikimizin yağın yenisi ilə əvəz etdikdə hava filtrlərlə xüsusi diqqət göstərmək lazımdır ki, hava filtrlərinin iş prinsipi nədir? Çöldən gələn hər hansı bir havanı öz axını vasitəsilə alıb, turbo kompresora daxil edib həmin 2 atmosferlik, belə deyim, hava basıncını yüksək atmosfer basıncına çevirib, məsələn, turboların növü var da bildiyiniz kimi, 4 atmosfer, B4, B6, B8, həmin atmosferə uyğun havanı yüksək hava təzyiqinə çevirib və alışma kameralarına göndərir. Burada da xüsusilə hava filtrlərinə diqqət göstərilməyəndə turbonun daxilinə keçən toz zərrəcikləri turbonun iç kartric deyilən ehtiyat hissəsini dağıdır və nəticədə aşınmalar baş verir ki, kartricin yatağını zədələdiyi halda həmin turbonun restavrasiyası tam şəkildə yararsız olur. Və mən belə qeyd etmək istərdim ki, turboların birinci növbədə uzun ömürlü olmaq üçün mühərrikin tələbləri nəyə uyğundursa, həmin yağlara diqqət etmək lazımdır. Soyuducu mayələrə xüsusilə diqqət etmək lazımdır. İndi bəzi avtomobillərimiz var ki, onun üzərində gələn turbinlərdə soyuducu mayəsi olaraq funksiyanı ancaq yağ yerinə yetirir. Yəni, əlavə soyuducu mayəsi olan su köynəklərinin yoxdur. Ancaq yağla işləyir. Amma turbolarda var ki, həm yağ, həm də soyuducu mayə ilə işləyir. Mən belə qeyd etmək istərdim ki, bunlara xüsusilə diqqət göstərmək lazımdır ki, önəmləyici tədbirlər birinci növbədə bunlardır ki, turbonun uzun ömürlü olmağını xüsusilə rəğbət daşıyır. İndi belə deyək, bunlar adətən ən çox ustaların bildiyi və ustaların tövsiyə elədiyi məlumatlardır. Sürücü tutaq ki, məlumatsızdır, amma avtomobili idarə edir. Əvvəl sürüb, tutaq ki, böyük mühərrikli bir avtomobil, indi turbin mühərrikli və kiçik mühərrikli, amma at gücü çox olan bir mühərriklə idarə edir. Orada idarə etməyində, yəni həmin avtomobili idarə etməyində hər hansı bir fərq varmı?
yəni sürüş tərzində deyək. Hər hansı bir fərq varmı və nələrə diqqət yenə də deyim, yetirməlidir ki, həmən o sürüş tərzi də avtomobilin mühərrikində bir əlavə problem yaratmasın. Müəyyən bir kilometraj həddindən sonra istilik temperaturu tez-tez yuxarı olan maşınlarda yağ sərfiyyatının azalmasına gətirib çıxardır ki, həmin mühərriklərdə də müəyyən bir istismar müddəti zamanı aşınmalara görə mühərrikimiz tam şəkildə sıradan çıxır. Mən belə qeyd etmək istərdim ki, zavod xarakteristikasında qeyd olunmayıb ki, hər hansı bir turboya görə istehsal etdiyim maşını, avtomobili digər maşına, digər avtomobilə nisbətən necə sürmək lazımdır? Yox, qəti şəkildə belə bir şey yoxdur. Bunlar test driverdən keçir, yürüş limit həddi verilir və digər, bayaq da qeyd etdiyimiz kimi, sadə komplektasiyalı tam şəkildə atmosferli mühərriki necə istifadə edirdilərsə, turbin mühərriki... Yəni, sürüş tərzi eyni ola bilər, bəli, heç bir problem yoxdur. Çünki bu barədə üzr istəyirəm, zavod göstəricisi barəsində xarakteristikləri heç nə qeyd etmir. Bəs deyirlər, avtomobili sürdü, gəldi, saxladı, böyük bir məsafəni sürdü, gəldi, saxladı. Söndürməmişdən qabaq yerində də biraz işlətməlidir ki, həmən o turbo, çünki yağla işləyən turbolarda həmən o turbo ən gec soyan hissəsidir və turbo da biraz soysun ki, yerində. Yəni, bunlar doğrudurmu, nə dərəcə doğrudur, yoxsa yox? Mən belə qeyd etmək istərdim ki... Yəni, saxlayan kimi söndürsünlər mi avtomobili, yoxsa biraz yerində işlətsinlər, sonra söndürsünlər? Bu da qəşəng sualdır. Bunu belə qeyd etmək istərdim ki, avtomobillərin üzərində gələn həm turboya, həm mühərrikə aid olmaqla zavod buna xüsusilə diqqət göstərib və xüsusilə, mən deyəcəm, siz bunu çox yaxşı başa düşəcəksiniz, mühərrikimizin gəlib müəyyən kilometraj həddindən sonra söndürməyimizi dur alüminium blokla təşkil elədiklərinə görə burada problem yoxdur. Yəni, dur alüminium materiallı olduğuna görə problem yoxdur və turbo, siz dediyiniz kimi, istilik temperaturu mühərrikə nisbətən həmişə yüksək olduğuna görə zavod ora turbinin ehtiyat hissəsinə dur alüminium yerləşdirməyib. Çuğunla təchiz eləyib ki, və istilik temperaturunu nəzərə alıb. Orada kollektordur, çuğundur tərkibi, həmçinin kartric yataqlarıdır, çuğundur. Ola bilər turbonun öz korpusu dur alüminium olsun, amma yəni orada istilik temperaturu kollektora nisbətən az olur. Və ona görə də soyutmaq barəsində xüsusilə ona görə soyutma mayyesini yerləşdiriblər həmin turbolara ki, məsələn, belə deyim, Fransa istehsal olan Renaultlarda soyutma mayyesindən işləmir turbo. Amma Almaniya istehsal olan BMW-lərdə istilik temperaturu 113 dərəcəyə qədər qızdığına görə soyutma sisteminə, soyuducu maye üçün turboya əlavə yerləşdiriblər ki, turbonun istilik temperaturu pastayan mühərrikdə nə qədərdirsə ona nəzarət olunsun və turbonun ümumiyyətlə üzərində olan istiliyə, həmçinin də istilik temperaturu yuxarı qalxdıqca mühərrikdəki olan suyun temperatur daçikləri nəzarət edir və nəticədə elektrolux vasitəsindən soyudur, yəni həmçinin o qaydada. Təşəkkür Mirzə bəy bu geniş ətraflı məlumata görə. Sonda mən bir sual vermək istəyirəm. Düşünürəm ki, tam səmimi cavab verəcəksiniz. Siz bir özünüz, yəni bir mütəxəssis olaraq, bir ekspert olaraq seçim eləməli olsanız, hansı avtomobili seçərdiniz? Sadə mühərrikli, yəni böyük mühərrikli avtomobilləri, yoxsa turbo ilə işləyən mühərrikləri? Çox sağ olun sualınıza görə. Bu gündəmdə olan bir sualdır və tez-tez üzləşdiyimiz bir sualdır. Mən belə qeyd etmək istəyərdim ki, böyük həcmli mühərriklər ümumiyyətlə yanacaq sərfiyyatına görə daha çox üstünlük kəsb edir ki, tam şəkildə atmosferli mühərriklər yanacaq sərfiyyatını daha da çox işlədir. Turbinlə və yeni aqreqatlar vasitəsilə təşkil olunmuş mühərriklər, yəni yeni nəsil komplektasiyalı mühərriklər yanacaq sərfiyyatını tam şəkildə azaldıblar və yüksək təzyiqli TMVD nasos və yüksək təzyiqli farsunkalarla onu istehsal ediblər ki, o da bizim benzin sərfiyyatımızı aşağı salır. Mən belə qeyd etmək istəyərdim ki, hal-hazırda mənim sürdüyüm mühərrik atmosferli mühərrikdir, əlavə aqreqatları yoxdur və mən razıyam. Deməli, seçimimizi eləmişsiniz. Mən seçimimi eləmişəm, bəli. Çox sağ olun, bizi izlədiyiniz üçün təşəkkür edirik. Düşünürəm ki, verdiyimiz məlumatlar hər birinizə maraqlı oldu. Təşəkkür edirik, çox sağ olun.